Hörmətli valideynlər, əziz uşaqlar, hər birinizi Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi tərəfindən salamlayır və sizləri burada görməkdən çox böyük bir məmnunluq duyuruq. Ailə hər birimizin ilk məktəbi, ilk dəyər məkanıdır. Çünki uşaqlar hər birimiz ailədə dünyanı tanımağa başlayırıq. İnterneti bir böyük bir şəhər kimi təsəvvür eləyin və təsəvvür edin ki, həmin şəhərdə həm pis insanlar var, həm də yaxşı insanlar var. Və internet də həminki kimidir. İnternetdə də yaxşı şeylər var, pis şeylər var. İnternetin yaxşı tərəfləri də var, pis tərəfləri də var. İnternet çox faydalıdır. Biz oradan bir çox məlumatlar əldə edə bilərik, faydalı şeylər öyrənə bilərik. Amma çalışmalıyıq ki, biz ondan təhlükəsiz şəkildə istifadə edə bilərik. Və nə etməliyik? Onlayn dünya bizim gündəlik həyatımızdır. Qaydalara əməl etsək, biz həyatımızı daha təhlükəsiz, daha sağlam yaşaya bilərik. Qaydalara əməl etməsək, biz artıq uduzacağıq. Qorxmaq da, sevinmək də, kədərlənmək də hamısı bizə aid olan normal duyğulardır. Sadəcə olaraq biz o duyğuları idarə eləməyi bacarmalıyıq.